Tariximizlə bağlı mövzularımızı davam etdiririk. Hörmətli izləyicilər, siz də diqqətlə baxırsınız ötən verilişlərimizdə, ötən çıxışlarımıza baxırsınız. Maraq doğru, çünki hamını maraqlandıran məsələlərdir. Tariximizin müəyyən məsələlərini dəqiqləşdiririk. Bugün mən sizdən daha maraqlı bir məsələni Tomrisanı. Azərbaycanda hər kəs tanıyır, hər kəs əfsanə kimi baxırlar və Tomrisanı da Azərbaycanda geniş şəkildə yayılmış adlardan biridir. Tomrisana. Amma çox təəssüf ki, Tomrisanı ilə bağlı Azərbaycanın özündə və Azərbaycanın kənarda bizim dostlarımız da tərəfindən müəyyən yanlış fikirlər ortaya qoyulur və onu üstün tutmağa çalışırlar. Bizim daxildəki tədqiqatçılarımızın bəziləri deyirlər ki, Tomrisanın Azərbaycana aidiyyəti yoxdur. Və bu müstəvidə deyək ki, bizim Türkiyədəki dostlarımız, qardaşlarımız, Qazaxstandakı dostlarımız, qardaşlarımız bu yaxınlarda hətta bir neçə film də çəkiblər. O filmin birində Azərbaycan televiziyalarında onu göstərdilər. Belə təsvir edirlər ki, Tomrisana Əhəməni sülaləsinin nümayəndəsi ikinci Kirlə, ikinci Kuruş mənbələrdə Kuruş deyirlər ona. Ona Kir, ikinci Kir adını da verirlər. İkinci Kirlə Tomrisin, yəni Azərbaycan, Massaget, Sak, İskit, Oğuz dövlətinin başçısı arasındakı döyüşü təsvir edirlər. Və aparıcı, yəni kadr arxası danışan deyir ki, Amudərya çayının sahilində ikinci Kirin qoşunları ilə Tomrisin qoşunları üz-üzə gəldilər. Amudərya çayı. Tamamilə yanlış bir mövqedir. Və mənbələr bunun əksini deyir. Mənbə bu dövrün mənbələri Millətli Hekate idi. Herodotdan bir qədər əvvəl yaşayırdı və Herodot kitabında ona müəyyən istinadlar eləyir. Əsas mənbə də isə Herodotdur və Herodotun sonra ondan istifadə edən müəlliflərdir. Herodotun əsərində də və Millətli Hekateyin əsərində də bir mənalı şəkildə göstərilir ki, Massagetlər və onların başçısı, yəni Massagetlər Oğuzlar, Massagetlər Türk tayfasıdır. Bunu artıq hər kəs başa düşür və haldan qəbul edir. Massagetlər Araz çayının sahilində yaşayırdı. Araz çayından şimala doğru, Araz çayının arxasında yaşayırdı. Və Araz çayı qərbdən şərqə doğru, Gündavana doğru axırdı. Yəni biz və bu mütəxəssislər kimlər ki, Türkiyədə və yaxud bəzi Qazaxstanda olan mütəxəssislər və bəzi bizim ölkəmizin daxilində olanlar deyirlər ki, yox, Herodot Araks şəklində verir onu öz mətnində və digər dillərə də o şəkildə tərcümə olunubdur. Deyirlər ki, Herodot Araks deyəndə Amudəryanı nəzərə tutubdur. Niyə Amudəryanı nəzərə tutubdur? Niyə Amudərya deməkdir? Niyə onu oxşar deməkdir? Açıq tekstdə bu adam deyir ki, Araks çayının arxa tərəfində Massagetlər yaşayırdı və onların da rəhbəri Tomris idi. Tomris Əhəmənilərin nümayəndəsi ikinci Kirlə müharibəyə çıxdı. Aydın şəkildə deyilir bu. Mən bir daha Araks çayı ilə bağlı mənbələrə istinad edirik. Ümid Hassan və Sina Aksin Türkiyə tarixi Osmanlı dövlətinə qədər Türklər belə adların kitabları. İzmir 1987-ci il, səhifə 140. Eyni zamanda digər türk müəllifləri Necati Kültəpə Türk qadın tarixinə giriş. Ötəkən şəhəri 2008-ci ildə səhifə 54-55-ci ildən. Görün nə deyirlər? Tomris Massaget və Saklardan olan məşhur Peçenik qadın sərkərdəsi və İskit dövlət xanı, hökmdarı bir mənalı şəkildə bunu Türkiyə müəlliflərinə istinad edərək qoyduq. Mən sizin diqqətinizə çatdırdım bunu. Yəni, burada bizim diqqətimizi çəkən məsələ ondan ibarətdir ki, Massagetlərin eyni zamanda İskit, eyni zamanda Oğuz, biz sizinlə bir dəfə danışmışdıq. İskit, Oğuz deməkdir. İskit, Oğuz sözünün Türkləri tərəfindən, tədqiqatçılar tərəfindən, tarixşünaslar tərəfindən biraz təhrif olmuş formasıdır. Herodotun digər əsərində oxuyuruq. Herodot, birinci kitabı, səhifə 201. Massagetlər günəşin doğduğu tərəfdə, şərqdə Araks, yəni Araz çayının arxasında yaşayırdılar. Araz çayının arxasında yaşayırdı Massagetlər. Həmin dediyimiz Tomris orada yaşayırdı. Yəni, niyə bunu başqa yerə keçirirsiniz siz? Və eyni zamanda Yeni Eran 2-ci əsrində yaşamış Dionis Periegid
Veriyyət, o da tanınmış müəlliflərdəndir. Yerin Vəziyyəti adlı əsərində onun 739-740-cı səhifəsində deyir ki, şərqdə gürültülü Araksın qarşı tərəfində Massagetlər yaşayır. Deməli, biz bununla Massagetlərin yaşadığı ərazini müəyyənləşdirdik ki, Araz çayının sahilində gürültülü, gür axan Araz çayının sahillərində. Bunu kim Amudərya ilə Sırdərya ilə müqayisə edə bilər? Amudərya cənubdan şimala doğru özdə Aral gölünə axır. Cənubdan şimala gölü. Burada deyilir ki, qərbdən şərqə doğru axır. Arazdır bu. Amudərya cənubdan şimala doğru axır. Və ya Sırdərya ümumiyyətlə Sırdəryanın müqayisə oluna bilməz. O şərqdən qərbə doğru Aral gölünə tərəf axır. Yəni burada Araz çayının yerini müəyyənləşdirmək üçün elə böyük bir ağıl lazım deyil. Herodot yenə də birinci kitabın 202-ci səhifəsində Araz çayı Matiyenlərin ölkəsindən axır. Araksın qollarından biri ən vacib məqamdır bu. Açıq ərazilərdən Kaspi dənizinə axır. Açıq tekstdən deyilir, Kaspi dənizinə axır bu. Amudərya, Sırdəryanın Kaspi dənizinin heç bir əlaqəsi yoxdur. Bunu da mən sizin üçün nəzərinizə çatdırdım. Eyni zamanda Herodot 3-cü kitabı səhifə 94, 5-ci kitabı 49-52-ci səhifələr və eyni zamanda Hekatey Milletli Yerin təsviri əsərində fragment 188-189 bayaqlar demişdik. Hekatey Milletli eradan əvvəl 6-cı əsrdə yaşayırdı. Matiyenlər eradan əvvəl 6-cı əsrdən Urmiya gölü ətrafında yaşayırdılar. Matiyenlərdən deyir axırdı. Matiyenlər də Urmiya gölünün sahilində deyirlər. Herodot deyir və deyək ki, Milletli Hekatey deyir. Onların vilayətlərindən şimal-qərbdə Araz çayı başlayırdı. Bir qədər cənubda Dəclə Tigr çayı axır. Tigr çayı, Dəclə, yəni Tigr deyirlər. Bax, bu məsələni mən sizin diqqətinə çatdırmaq istərdim. Bu faktlarla mən sizə göstərirəm əyani şəkildə ki, yəni Tomris hökmdarımızın hakimiyyətdə olduğu ərazi Araz çayının sahilində idi. Araz çayının sahilində Azərbaycan, Massaget, Sak, Oğuz dövləti mövcud idi. Onun rəhbəri Tomris idi və onu başqa yerə yozmağa ehtiyac yoxdur. Azərbaycanın əsasən Araz çayının şimala doğru ərazisində yerləşirdi. Müəyyən dövrlərdə cənuba doğru da keçirdi. Və həmin o baş döyüş də, Kirin başının kəsildiyi həmin döyüş, həmin bu Araz çayının sahillərinə baş vermişdi. Azərbaycan ərazisində baş vermişdi. Biz Türkiyəndə çox sevirik, Qazaxıstanda çox sevirik, bizim hamısı qardaşlarımızdır. Amma tarixi həqiqəti heç nəyin xətrinə üzərindən sükutla keçmək fikrimiz yoxdur. Massagetlərin və Tomris'in həqiqi tarixi ortada olmalıdır. Və necə ki, Azərbaycanda Tomris ananı bu qədər sevirlər, o sevgi ilə bərabər bu tarixi də biz öz tariximizdə, tarixşünaslığımızda, tarix kitabımızda bir mənalı şəkildə təsbit eləməliyik.